Deməli uşaqlar, x minus 5'in kvadratı minus 4. Uşaqlar, biz baxsaq buna bir a kimi x minus 5'ə bir a desəm. Bunu da yazsam x minus 5'in kvadratı minus 4'ü nə yazaram? 2'nin kvadratı kimi. Onda 2'ye de bir b kimi yanaşsaq, düzdür mü? A'nın kvadratı minus b'nin kvadratı bərabərdir. A çıx b vurulsun nəyə? A plus b. Onda A'nın yerində nə dayanıb? X minus 5. X minus 5. Aha, çıxılsın neçə? 2. Mötərizəni aha. X minus 5 plus 2. Bəli. Mənfi 5 mənfi 2 neçə elədi? X minus 7 vurulsun. X minus neçəyə? 3'ə. Deməli uşaqlar, hər bir sualda gördüyümüz kimi demək olar ki 90% suallarda nə var? Müxtəsər vurma düsturları var. Baxın, x minus 5'ə a kimi yanaşanda, 4'ə ki b kimi yanaşanda yenə alınır a kvadratı minus b kvadratı. O da bərabərdir. A çıx b, bəli, a vurulsun nəyə? B-yə. Geçək. ay kvadratı plus ay minus by minus b bərabər. Şöyle diqqətiniz burada olsun. Bax gördüğümüz kimi bu ikisini bir gruplaştırsaq, çünkü hər ikisində a var. Bu ikisini də bir gruplaştırsaq. Birinciden mötərizə xaricində nəyi çıxardarıq? A-nı. Bəlkə A-nı çıxartdıq, axı başqa ortaqda var. Y, bəli, Y də var. A-Y çıxartdıq. İkincidə nə? Y plus neçə? 1. A-Y çıxartmışıq. İkincidə nəyi çıxardarıq? B-ni yox, mənfi B-ni. Hər ikisinin qarşısında nə var? Mənfi B-ni çıxartsaq. Nə qalacaq? Y plus 1. İndi hər ikisindən nəyi çıxardarıq mötərizə xaricində? Y plus 1. Birincidə nə qaldı? A-Y. İkincidə isə nə qaldı? Mənfi B. Deməli, biz baxırıq, həmişə bu cür dörtlük və ya altılıq verilərsə, necə qruplaşdıraq ki, növbəti yaranan mötərizədəki ifadələr nə olsun? Bir-birinə bərabər olsun ki, yenidən nə edə bilək? Götürə bilək. Asan olsun. Bəli, asan da olsun. X'in kubu plus 64 m'in kubu bərabər. Uşaqlar, X'in kubu 64 neçənin kubudur? 4'ün kubu. 4 m'in çöldən kubu kimi yaza bilərəmmi bunu? Onda düsturum necə idi? A plus B vurulsun A kvadratı minus AB plus B kvadratı. A'nın yerində nə dayanıb? X plus 4m vurulsun. Birincinin nəyi? Kvadratı. X kvadratı. Minus birinci ilə ikincinin hasili. Yəni 4xm plus 16m'in nəyi? Kvadratı. İkincinin nəyi? Kvadratı. Gördüğümüz kimi ancaq suallara baxıb müxtəsərdir. Aha. Müəllim, orada müəllim 4xm üstündə müəllim 2 olmur müəllim. Yox. Bəs 4'ün üstü 2 neçə elədi? 16 elədi də yazdı. 4'ün kvadratı 16 elədi. Birbaşa nə elədi? Yazdıq. Uşaqlar, A'nın üstü 4, B'nin üstü 4, B'nin üstü 4. Uşaqlar, A kvadratı plus B kvadratı biz müxtəsər vurma düsturlarında əsas 7 dənədə. Biz buna aid nəsə öyrənmişdik mi qurullara aid? A kvadratı plus B kvadratı üçün. Minusu üçün öyrənmişik, düzdür mü? Plusu üçün heç bir şey öyrənməmişik. Ama burada gördüğümüz kimi
Nə var? A kvadratının kvadratı üstə gəlinsin. 2b-nin kvadratının kvadratı. Cəmdir, düzdürmü? Onda biz bu tip tapşırıqlarda çalışaq ki, bunu tam kvadrata, yəni hansı düstura gətirək? A plus b-nin çöldən, ay sağ ol, b-nin çöldən kvadratını. Onda yeni dəyişən ora daxil eləsəm, toplasam, sonra yenidən çıxsam, fərqi olacaqmı? Məsələn, bir çox ədli var, bax 4 ədədi verilir. 4-ün üzərinə 8 gəlirəm və 8 çıxıram. Dəyişən nəsə varmı? 8 ilə 8 yoxa çıxacaq, düzdürmü? Yenə 4 qalacaq da sırada. Onda bunun tam kvadrat olması üçün hasilinin neçə mislini çıxmalıyam? Üstünə gəlməliyim, 2 mislini. Onda A kvadratın, vurdum 2, B kvadratına neynədir? B kvadratı. Hasilinin 2 mislini də yazsam nə olacaq? 4 A kvadratı, B kvadratı. Bax, diqqət edin bu tip tapşırıqlara. Tam kvadrata çevirmək üçün bunları bir-birinə vurdum və nəyini tapdım? 2 mislini. Mən indi bura bu dəyişəni daxil eləmişəm. Bu bir yanlış addımdır, düzdürmü? Mən özümdən ora nə daxil elədim? Ədəd daxil elədim. İndi həmin daxil elədiyim ədədi yenidən çıxmalıyam mı? 100% çıxmalıyam. Olacaq 4 A kvadratı, B kvadratı. Bərabər. İndi birincini mən tam kvadrat kimi yazsam. Olsa A kvadratı plus 2B kvadratının nəyi? Kvadratı. Bax, bura qədərini artıq yazdım da, düzdürmü? Çıxılsın 4 A kvadratı, B kvadratı. Mən yeni dəyişən daxil eləsəm belə, onu sonradan çıxmışam. Nəticə cavab dəyişməyəcək də, düzdürmü? Yaxşı. O zaman A kvadratı plus 2B-nin kvadratı, bunun da kvadratı. Bu ədəd nəyin kvadratıdır? Minus 2AB-nin nəyi? Çöldən kvadratı. Onda nə şəkilə gətirdik? A kvadratı yenə çıxılsın B kvadratı şəklinə neynədik? Gətirdik, çıxartdıq. İnşallah yuxarını silə, yuxarıda davam eləyək də, düzdürmü? A sağ ol, A plus B, A minus B şəklinə gətirdik. Ümumi şəkildə A kvadratı plus 2B kvadratı nədir? A-nın yerində dayanır. Onda A kvadratı plus 2B kvadratı minus 2AB vurulsun. A kvadratı plus 2B kvadratı plus 2AB. Çox, bu qədər. Əgər uşaqlar test variantlarında diqqət edin nəyə? Bu axı 2 dəyişən yanaşı gələndə normalda biz bunu ortada çox vaxt yazırıq da. Yəni yazdığınız cavabı, tapdığınız cavabı variantlar arasında tapa bilməyəndə dəyişkənliyə fikir verin. A kvadratı minus 2AB plus 2B kvadratı bu şəkilə gətirirlər çox vaxt. Olur A kvadratı plus 2AB plus 2B kvadratı. Yəni heç bir fərqi yoxdur. Sadəcə toplananların yerini dəyişəndə nədir? Cəm dəyişməyəcək. Gəlin, birinə də baxaq, dərsi sonlandıraq. Uşaqlar, 27x-in kubu plus A. Yazıb ki, 3x plus 2 vurulsun. Bx kvadratı plus cx plus D kimi vuruqlara ayrılmışdır. Bizdən tələb olunan A plus B plus C plus D ifadəsinin qiymətidir. Deməli, bu çox hədlini bu cür vuruqlara ayrıldılar. Bu 3x-in nəyidir? Uşaqlar, çöldən kubudur, düzdürmü? 3x-in çöldən kubu. Plus A bərabərdir. 3x plus 2. İndi ikinci tərəfini tapaq. Deməli, diqqət. 2-nin onda nəyi lazımdır? Kubu, eləmi? İkinci hissə, əgər ki, baxın, A kubu plus B kubu vuruqları ayıranda nə cür yazırdıq? A plus B. A-nın yerinə 3x dayanıb, B-nin yerinə nə dayanıb? 2 dayanıb. Onda nəticədə 2-nin kubuymuş ki A, biz nədir? Kub kökü almışıq və 2-ni yazmışıq.
A bərabərdir 8. Onda yazaq A-nın yerinə 8 saxlayaq. Biz bunu vuruqlara ayıranda ikinci hissə nə olurdu? A kvadratı minus AB plus B-nin kvadratı. Yəni birincinin nəyi? Kvadratı. 3x-in çöldən kvadratı neçə eləyəcək? 9 x-in nəyi? Kvadratı. Minus hasili 6x. Hasilin 2 misli A plus B-nin çöldən kvadratında və ya A minus B-nin çöldən kvadratındaydı. Plus 2-nin kvadratı neçə elədi? 4. Bu qədər. İndi gəlin baxaq. B-nin yerində nə dayanıb uşaqlar? 9. 9. Çünki x-lərini özləri yazıblar da burada. S-nin yerində nə dayanıb? Mənfi 6. D-nin yerində nə dayanıb? Plus 4. Bərabərdir. 8, 9, 17, 6 çıxsaq doğru cavab nədir? 15. Deməli, yenə deyirəm. Birinci gördüm ki, 27x-in kubunu verib. Hələ bilmirəm ki, bu müxtəsərə gedəcək, yoxsa getməyəcək. Amma burada ikinci hissəsini artıq 2 görəndə, bilirəm, bəli, 2-nin kubu neçə eləyir? 8 eləyir. Deməli, artıq burada 27